Bu adam Dağıstanlıdır. O Çeçendir, Dağıstandır, nədir? İndi nə milləti bilmirəm. İnguşdur, Çeçendir, Ləzgidir, nə millətidir, Dağıstanlıdır. Bütün günü deməli deyir ki, Azərbaycanda İrana dəstək olmalısınız. Görün nə yazır? Deyir, deməli, İran sila, Россия мощь. İran sila, Россия мощь. Bu adam deyir. Bu da sənin Dağıstanın. Ha. Fələstin hansı ki, Fələstinin əlinə düşmür. Bu görməyib ki, Fələstin bunun uşağını gözünün qabağında götürüb, o bələkdədir, onu adam zorlayar. Bələkdə uşağı zorlayarlar, nə qədər heyvan olmaz. Bələkdə uşağı zorlayır, götürür, mikrovalın keçə atır, kabab eləyir, verir onu anasını, atasının gözünün qabağında eləyir də zorlayır. Verir, deyir ki, sonra başlayır onun üstündə oynamağa. Sonra meyitləri zorlayırlar. Yahudi meyitlərini zorlayırlar. Türk meyitlərini, Türk uşaqlarını öldürürlər. Bu adam deyir ki, Fələstinlərə dəstək olun, Farslara dəstək olun. Bax, bu adam deməli, bunun uşaqlarını, o Farslar o qızını tutsaydılar, 150 əskər zorlasaydı bunun uşağını, Farslar, sonra edam eləsəydilər, bu adam deməzdi Farslar sila. Bu adam oturub Rus imperiyanı təbliğ edir. Rusları qaldırır, Rusları dost bilir. Deməli, bu əslində Rusdur, Fələstindir, Ərəbdir, Ermənidir, qondarma Farsdır. Bunlar hamısı Türkiyə qarşı özünüz bilirsiniz. Burada da bu adam nə danışır? Bu da deyir ki, görün, duraq razablaşıl Azərbaycançı. Bu Türk qondarma da ermənidir, gürcüdür, nədir? Mən buna deyirəm ki, get anaya deyirəm, ay ana, ay fahişə, ay mama, ay fahişə, Türkün qoynunda niyə gedib yatırsan ki, mən belə şeylər danışıram? Ha? Gedib Türkün qoynuna niyə girirsən? Onu denən, anandan sən ananla dava elə, Türklə əlləşmə. Deyir ki, Rusun imperiyasında, bu da deyir, daha Rus imperiyasında olubdur. Azərbaycanlılar deyir, bizə qardaş deyil, bunlar Rusun törəməsidirlər. Gör nə deyir. İki türkü vuruşdururlar, Turanı dağıtmaq. Yəni, bütün Rusiyadan, İranda, Ərəbdə hamısı deməli, çalışırlar Qafqazda türkü dağıtmaq. Türkiyə ilə Azərbaycanı dağıtmaq. Yəni, Türklər bu dəqiqə orada görün, danışırlar ki, Azərbaycanlılar bizə qardaşdır. Hansı ki, Çanaqqalıdır, Sarıqamışdır bizim şəhidlərimiz. Onlar Türkiyədə qalib gəlmişik. Bütün Avropa, dünya düşmanlara və bizi gör nə deyir? Deyir ki, Azərbaycan Türk qardaş ola bilməz. Rusa yaxındılar Azərbaycanlılar. Bax, bu Petrov xoruzu. Yəni, ermənidən kimdən olur bilmirəm. Bu da gözümüzə soxurlar. Baxın, bu tiri görürsünüz, tir. Fars dilində yazılıb. Yəni, farslara adiyyət yoxdur, bu dil, bu din. Bunlar ermənidirlər, etiraf ediblər, fransuzlar ki, ermənilərlə qardaş. Bunları eləyiblər müsəlman da, yalanla, qondarma ki, müsəlman İslamı dağıtsın. Və İran bu Xameynidir, Pəhləvidir, 1925-də Pəhləvi gəldi. 1980-də bu Xameyni ki, gəldilər, bunlar gəlib İslamı dağıtmağa. Başa düşdünüz? İslam da nədir? Yəni indi bu maşını soxurlar gözümüzə ki, Azərbaycanlar yadınızdan çıxıb bu tirləri kömək gəlirdi sizə 90-cı ildə. Deməli, 91-də bu tiri bizi gözümüzə soxurlar Azərbaycanlar, İranlar. Ki, İran kömək edib, Farslar kömək edib Azərbaycana. Niyə? Məhv eləsin. 91-də bunu bizə bu köməyi deməli verir kimin əmri ilə?
Rusların əmri ilə. Ruslar deyib kömək eləyin, silah verin, yemək verin, sonra bilirsiniz nə edəsiniz. İndi vaxtı deyil. Yəni bu bütün Rusun zakazı ilə. Sonra bunlar 91-də qaçmışdılar. 91-də, 92-də, 95-də gediblər Yelçinin deməli, nə bilim o Qraçovla danışıblar ki, bizə kömək eləyin, biz Azərbaycanı müstəqil istəmirik görək. Onlar separatistdir. Separatistlər, qardaş, necə olur humanitar yardım göndərir? Başa düşdünüz, niyə göndərib? Erməni kimi kömək elə, vaxt gəldi, öldür türkü. Kömək elə, hər şey, hər tərəfli, sonra vaxt gəldi, öldür. Bu da Fars o həmin şeyi eləyir. Rusların tapşırır, görürsünüz, gözümüzə soxurlar. Yenə də deyirəm, bu humanitar yardımı İran verib ki, bugün bizim başımızı kəsin. O tunelləri Fələstinlər Qazada tunelləri Hamas üçün tikib Avropalılar, silahlandırıb Avropalılar və Tehranda, Təbriz, bütün harda türklər çoxdur, ora tunelləri tikiblər, hazır raketləri qoyublar ora. Bütün Avropa alimləri işləyibdir. Hamas terroruna və Fars terroruna. Yəni bu Xameyni silahlandıran o raketləri Fransız alimləri, Alman alimləri işləyibdir orada. Bildiniz? Buradan eşidib oradan buraxmaqdır. Deyir, it hürüyər, kərvan gedər. Hə, elə də bilin. Elə bilməyin. Elə Türkiyə atır. Hə, siz elə sözünüzü Azərbaycanda yedirdərsiniz ki, bizim qardaşdır. Bunlar, bu 5 xalq, Ərəb, Fələstin, Hay, Rus, bu qondarma Fars, bunlar bizə heç vaxt qardaş olmuyor və olmayacaq da və çalışacaq ki, ona görə də bu, denən ki, yardımları soxacaqlar gözümüzə ki, Azərbaycanlar uysunlar ki, hə, görürsən, bizim qardaşlar 90-da kömək elədi. Kömək eləyib ki, o raketlər bizim üçündür, Amerika üçün yox, İsrail üçün yox, əslində Türk üçündür, Türkü məhv eləmək üçündür. O tunellərdə raketləri ki, qoyublar, o bizim üçündür. Ay bədbəxtlər, ay sizin nəyisi deyil. Neyse. Bunları yadınıza salın. Bak bu Qasım Süleymani, bu da Melkonyan'dı da. Monte Melkonyan'dı da. Adı da yaddan çıxırmışım. Bak bu görürsən, bu göstərir ki biz erməniyik. Və həmişə bilin. Sizin düşmanı, Türk'ün düşmanı bunlardır. Yemək də verəcək, kömək də eləyəcək, dostluq da eləyəcək, ancaq zaman gəldi öldürmək, Türk'ü və öldürmək. Bu olacaq. Bununla yaşayırlar. Bu, yəqin ki bilirsiniz də, İsa Peyğəmbərdir. Bunu xaçı, bu xaç hamısı Türk'ə aid olandır da. Bu deməli İsa'nı gör nə edirlər bugün. İsa'nın güya saçı var da. Mən nə deyirəm? Bax bu dini necə istifadə edirlər? Bütün bu din də ha. Bax bu din hamısı dini istifadə edir bizə qarşı. Ruslar götürürlər İsa'nın güya tüküdür. Öz tükünü o Kirildir. Kiril götürüb tükünü atır vedrənin içinə, krampdan suyu açır. Svidayevada deməli götürür süpürgəni basır o vedriyə, aparır Putinlə Medvedevin sifətinə vurur. Görürsünüz də yəqin. Bax budur. Xaç suyunu xaça atır. Xaç bilmir nə daha. Xaç, birlik bu katoliklər qatılmaq, bilirsiniz də qatılmaq, birlik yaratmaq. Katoliklər Türk'ün sözünü götürürlər, birliyini götürürlər, özlərinə təşkilat yaradıblar. Türk'e bakın. Bu xaça bakın. 4 kere bu kompas gibi bir şeydir. Yol işarəsidir xaç. Bildiniz? Türk'ün işarəsidir eramızdan əvvəl.
O xaçın 30 min il yaşı var. 30 min il ha. Daş devrə yaxın. No 700 min il gedir bizim tarix, onu bütün Danimarkalılar, Hollandlar təsdiq edibdir. Ona görə qıcıq yaradıb. Bütün millətlər dünyanın dəli olublar ki, niyə türk belə elə. Bax bu İsa'nı necə istifadə edirlər? Ümumiyyətlə dini görün ha. İsa o qədər insanlar həlak olubdu ki, yəni Janna d'Arc'dır, deməli bizim Babəkdir, William Wallace'dır. Belə ki bu şəhidlər olublar, işgəncə ilə ölüblər. İndi bu da bunu götürüblər şey ediblər. Daha doğrusu Tanrı güya bu Tanrının sağ əli olub. Olsun da burada nə var? Ha, amma yəni bax bu xaçı gördünüz, bu türk işarəsidir. Türklərin işarəsidir, hansı ki yol işarələridir. Ha bu da burada da gördünüz. Belə deyil. Yəni gedin baxın, öyrənin, öyrənin. Elə belə deməyin ki, ona görə istifadə edirlər. Görürsünüz, yəni xaçın suyuna girir, xristiyan olur. Müsəlman getdi, orada 3 dil gedir, müsəlman olur. Bax belə görürsünüz necə dini fırladırlar. Yəni insanları düşman edirlər. Bax bu qədər.